Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bu günləri Cəhalət Mühəndisliğinə Qələbə proqramının 221-ci bölümünü başlayıram. Və Allaha min mərtəbə şükür olsun ki, bu ömrü verdi və bu ömrün bu çağlarında mənə bu həzzi daddırdı ki, Türk dili ilə, Türk dilinin əl yazısı ilə və Türk insanının tarix boyu keçən min ildə ən az deyək, yaratdığı uyğarlıqlarla tanış eləyəm. Buna da min mərtəbə şükür olsun. Mən birinci uyğarlıq ki, tanış oluram, əlifbadır, yəni yazı uyğarlığıdır. O bizim dədələrimizin əli ilə inkişaf eləyibdir, bu günə gəlib çatıbdır. Ondan sonra düşüncə uyğarlığıdır, anlayış uyğarlığıdır, əxlaq, fəlsəfə, hüquq, siyasət, müdiriyyət. Bu uyğarlıqlar az uyğarlıqlar deyil. Şəhərsazlıq, sənaye, iktişafat, ixtiraat, bunlar da uyğarlıqların bir ayrı parçalarıdır. Davalar, dərmanlar, insanlar üçün, heyvanlar üçün bunların hamısı uyğarlığın hərəsi bir parçasıdır. Biz fars dilində bizə öyrədiblər, fərhəng ilə təməddünün fərqini bilmirik və ikisi bir-birinin yerinə işlənir əslində fars dilində olar, bilələr, bilməyələr. Bizdə uyğarlıq dediyim konulara, əxlaqa, fulana, bunlara deyilir. Və biz bu kitabları oxuduqca bununla tanış oluruq və bilirik ki, keçən 250-də nə qədər yalanlar bizə deyiblər, mütəəssifanə bu yalanları bizə inandırıblar və onların da üstündə nə ediblər, bizi bölüblər. Və biz Türk dünyası o qudrətimizi, əzəmət, Durrətül Əqaidi fi İbtalil Əqaidil Fəvasid, bunu oxuduq, türkcə idi, əl yazma idi, birinci əl yazma idi, yəni nüsxə deyildi, məncə. Əgər də nüsxə olsaydı, vaqən birinci əl yazma dadı verirdi. Çünki bəzi kəlmələri, sözləri yazandan sonra üstünə xət çəkib ya qərələyibdir. Bəzisini görüb ki, biraz üstündə işləsə, onu qərələməyə ehtiyac olmaz. Onu 4-5 dəfə yazıb, o əvvəlki formundan çıxadıb bu birisinə. Bu göstərirdi mənə ki, bu kitab şeydir. Kitabın yazarını tanıdıq. Seyyid Mustafa adında bir adamdır ki, əgər desək yaxşı elə Seyyid Mustafa Əl-Vani yönləyək, Vani, Vanlı. Bu gün Türkiyədə yerləşən şəhrin adı Vandır. O Vanlı olmalıdır, ona görə də deyiblər Vani. Şeyx Məhəmməd Vaninin oğlu və mühəqqiq Damad-ı Saninin nəvəsidir. Ya bağışlayın, oğludur və Şeyx Məhəmməd Vaninin də nəvəsidir. Belə bir şəxsiyyətdir və bu kitabı yazıbdır. Çox da önəmli kitabdır. Bu günləri Qosnaməni açaq görür ki, bu Qosnamə nə deməkdir? Elə bu əvvəldə görək ki, bu kitab Qosnamə türk dilində də üstə yazıblar. Baxaq görək, 108 səhifəlik deyiblər bir kitabdır. Zahirən bu kitab da türklərin əlində deyil və Şeyx Mustafa adında bir bunu yazaq. Burada bu günləri görək ki, nədir? Səd Muhammed Şeyx Mustafa. İndi bu Səd Muhammed nədir? Bunları gərək bir-bir gedək. Fransada saxlanır. Qosnamə Fransa və orada 2 nəfərin adını gördük. İndi bunları gərək biraz eləyə bilsək, tapaq, yaxşı olar. Ən başda görək bu kitab Fransədəki saxlanır, durumu necədir? Belə gəlir ki, elə PDF-də yazılan səhifədə mənim təcrübəm bunu göstərir bu Fransa kitablarından. Hər PDF-in hər bir səhifəsinə bir səhifəni qoyublar. Bunun tərsəsinə ki, İranlılar 4 səhifə qoyublar hər PDF-in səhifəsinə, Türkiyədə 2 səhifə qoyublar hər PDF-in səhifəsinə. Əvvəl bu kitabı biraz kiçildək ki, səhifəyə yerləşsin və bunun görək ki, kağız durumu, kağız şəklini görəndə nə cür görürük.
Kitab bəllidir, köhnəlibdir, cildinin də ortasında bir şey yapışmış, üst tərəfindən, bir də qabaq tərəfindən açılan yerləri cırılıbdır, işlənibdir. Bu da cildin içidir, yenə də aşağıdan görürük cırılıbdır, dövrəsində də sarılığı, ha belə şirazəsində də sarılığı görürük. O birisi səhifələrdə də görsənir. Burada 1351 deyə bir ədəd yazılıbdır. Əcəba bu tarixdir, yoxsa nədir? Kitabın normalda fransəlilər alanda bir kitabın burasında bir Fransa bir şey yazırlar ki, mən də nə Fransa bilirəm, nə bu xətti oxuya bilirəm. Bu da ehtimalən o kitabxananın möhrüdür ki, bura vurulubdur, ya o yerin möhrüdür ki, kitab vurubdur. Haza kitabı Qavsnamə. Qavsinamə. Bu Qavsinamədir. Və burada, əlbəttə burada üstdə ədəd yazılıbdır. 2291 nəymiş, üstünə sonra xətt çəkiblər. İki dəfə yazılıb əslində. İkisini də üstünə xətt çəkiblər. Ha belə bir dənə ayrı bir şey burada yazılmışmış. Onun üstünə xətt çəkiblər. Birinci səhifə əl yazması bəllidir. Bir növ midadla yazılıbdır. Bismillahla başlayıbdır. Kitab üst-üstə salim qalıbdır. Tamam ərəbilər və türkcə yazılan hərflərin nəqqaşisinin üstünə səslərin qoyublar. Yəni eyni Qur'anı ki oxuyanda, hətta burada görürəm bir ayə yazılıbdır. O ayənin hərəkələrini qoymayıbdır, amma türklərin hərəkəsini qoyubdur. Buna görə ki, türklər hər hansı əsrdə, hər hansı çağda bu kitabı alsalar, eləyə bilsinlər ki, bu türkcəni düz oxusunlar. Və ha belə o cür oxusunlar ki, o yazarın, rəhmətliğin çağında o dil yazılırmış, oxunurmuş və əlifba o cür səslənirmiş. Yəni biz indi mümkündür ki, əlifbanı ya yazılan bir sözü, kəlməni fərqli ağzımızdan çıxanda səsini eşidək ya səsləndirək, amma o zaman fərqli olmuş olar. Çünki indi bundan neçə yüz il keçə bilir. Dedim, bu əvvəldə kitabın görsəndə bir tarix gördük, onu sonunda görək ki, təsdiq eləyə bilirik. 1351 idi, neçə idi, belə bir tarix gördük, amma yenə də baxarıq. Tüm səhifələrin hamısında bu yazı görsənir. Amma mən bir şey ki, burada görürəm, nəzərimə gəlir, bu kitab çox da qədimi olmamalıdır. O da budur ki, nəzərimə gəlir, bu kitabı midadla yazıblar. O midaddan, bu midada bənzədirəm. Əcəba midadla yazılıbdır, yoxsa bir növ qələmdir? Məncə midaddır. Amma ola bilər ki, bir ayrı bir şey də olsun, qələm olmasa. Amma əgər midad olmasa, qələm olsa, ola bilər ki, çox olsun. Bir də o tarix ki, əvvəldə yazmışdılar, dedik ki, bu fransəlilər ehtimalən yazıblar. O tarixdə şey olsa, nəzərdə tutulsa, mümkündür ki, miladi olsa, onda heç olmasa bir 700 ilin kitabı ya 650 ilin kitabı hesab olan bir kitaba gəlirik, yetişirik. Məncə amma bu midaddır. Yəni mən hər nə qədər buna getdikcə öncə, yəni kitabı baxdıqca, səfələdikcə görürəm ki, bu midad yazısına bənzir. Amma xətt çox gözəldir. Yəni bu xətti neçə dəlilə gözəldir. Bir bu ki, əvvələ mən bu xətti oxuya bilirəm. Bu cəhətdən gözəldir. İkinci bu ki, bu xəttin hər hərfinin üstünə o hərfin səsini qoyubdur. Bu da onu daha gözəl eləyib. Sətirlər bir-birindən uzaqdır. Bu da bir məsələdir və kəlmələr, sözlər də bir-birindən az da olsa aralı durublar. O halda ki, bəzi, məsələn, dünənki kitabda kəlmələr, sözlər bir-birinin qarnına giriblər, sətirlər də bir-birinin içinə giriblər. Və o dünənki kitabı oxumaqda biraz zorluğa bizi sürdü. Bu kitabı əlan indi 40-cı səhifəyə baxılıq və mən hər düymə ilə bir səhifədən səhifəyə keçirəm. Hətta bir zaman biri istərsə bundan əks salsın, belə görə bilər. Bu 51-ci səhifədə görürük ki, rəngi dəyişdi, bir sarı kağızdır. 2 səhifə o cürdür, yenə dəyişdi ağ kağıza. Bu qədim kitablarda olurdu, amma yenə də yetişdik burada 61-cidə, orada da 2 səhifə yenə sarı oldu və yenə dəyişdi. Ərz elədiyim kimi, yenə 71-də də o cür oldu, amma burada biraz yaşıl rəngi desək, zeytuni rəngi desək. Burada bir yerə yetişdi ki, orada
Yəni 73-cü səhifədə yenə Bismillah başladı. Ehtimalən burada bir ayrı ya qonu başlayır ya da ki bir ayə başlayır ki o Bismillahla başlayır, amma yox, o deyil. Bu kitab Tazaşdan Haza Ra'an Hamdü Sena Həzaran Dalzıyla yazıb da Həzaran Hamdü Sena bir xaliq alim, bəli. Buradan bir ayrı kitab başlayır. Əslində bu kitab iki bölümdən, hissədən, iki kitabdan, iki risalədən yazılmış bir kitaba bənzir. Görək ki, hansısıdır? Bunu gələrik, baxarıq. 70, mən burada ədədi qoyum ki, yadımda qalsın. 73-cü səhifəni mən 73-cü səhifəni yazım ki, yadımda qalsın bu hansı səhifədədir ikinci kitab. Burada görürük ki, bu 79-cu səhifədə görürük ki, məncə bir ipdir düşüb bu kitabın üstünə, amma ola bilər ki, bir yazı da olsun. Məncə ipdir. Düşüb kitabın üstünə, əksində o cürsü salıblar orada. Bəli, kitabın ortasında o kitabı ki, tikirlilər qədim, onun ortasından selamun aleyküm, aleyküm selam. Kitabın ortasından onun ipi qırılıbdır, Şirazənin ipi qırılıbdır, çıxıb düşüb kitabın üstünə, onu götürməyiblər, elə beləsi düşübdür. Çox da irad görsətmir, amma görsədir ki, kitabın biraz az da olsa irad olubdur. Dedik, dövrələri kitabın işlənibdir. İki səhifə yenə də 81 və 82 səhifələri burada yenə sarı rənglə idi. 85 və 86 da yenə yaşıl rəngə yaxın bir rəhdir, zeytunidir əslində. 89 da rəngi dəyişdi, 90-da. Kitab çox az sətrlə yazılıbdır. Yəni mən bu cür görürüm, 7 sətr hər səhifədə yazılıbdır və əgər bir ortalama tutsaq bir sətri 1, 2, 3, 4, 5, 6, 7 kəlmədən ibarətdir. 1, 2, 3, 4, 5, 6, 6-7 kəlmədən ibarətdir. O halda ki, dünən, keçən günlərdə bir kitab oxurduq ki, o hər səfədə 25 səfə, hər sətirdə 20 söz yazmışdı. Və kitabda 934-36 səhifə belə bir şey olacaq idi. Amma gələk bu kitabın son səhifəsində, yəni kitabın 99-cu səhifəsində tarix yazan 953-cü ildə yazılıbdır. Əgər bu kitab yazı midatla da olsa çox şeydir. Yəni bunu bir hesablayaq, görək ki, neçə yüz il bundan qabaq bu kitab yazılıbdır. İndi 1447-ci ildir yox. Bundan çıxsaq 953-ü bundan çıxsaq 494 il bundan öncə bu kitab yazılıbdır. Yəni bunu indi yazaq ki, hangi sağ olur? 953-cü il Hicri qəməri yazılıbdır. Təhrirən fi əvaxir. Deyir ki, bu ilin əvaxirində. Bəllidir ki, qəməri ili yazıbdır. Qəməri ili ilə də olanda bu olur. Neçə il dedik ki, 494 il öncə bu kitab yazılıbdır. Bunun bu hududən yox 500 ildə, yəni 500 il öncə bu kitab yazılıbdır. Bunun xəttin gəlişməsini əvvəl göstərir. Yəni bu kitaba biz baxanda görürük ki, bu kitab çox gözəl bir xətt ilə yazılıbdır. Yəni xətt də o zaman bu qədər gəlişibdir. İkinci bir şey görürük, ehtimalən midatla yazılsa, yəni o zaman midat varmış. Belə bir şey. Yox, qələm olsa, bu qələm ola bilər də qələm olsun, amma çox belə ücü sabit, yəni məcbur deyim, dəmir qələminəndir. Yəni ücü sabit qalan daimən bir əndazədə yazan. Əgər qarğı qələmi ilə olsa, yəni ne ilə olsa, qarğı qələmi, o qarğı qələmlərin kəsəndə hər dəfə azdan, çoxdan biraz fərq elər ucu. Burada əlbəttə o fərqi də bəzi yerlərdə gördük. Yəni əgər qeysdən mən bunu qeysdən bu kitabı məsələn bir 50 səhifə dalıya
görürük ki, məsələn burada əlan görürük ki, xəttlər biraz kiçik olublar. Ola bilər bir illət də olsun ki, mən bunu yanlış görəm. O da bu ola bilər ki, bu kitab fotokopu da əslində, yəni əks salıblar da, beləsi deyək. Əks salıblar. Elə bilər ki, ola bilər ki, əksidə də o cür bir məsələn, əlbəttə inanmıram, əksidə gedələr bunun üstündə işləyələr, bunu gözəl görsədələr, bunu əsla və əbəda inanmıram. Amma ola bilər ki, əks salanda o dürbün özü, kamera özü biraz kitabın keyfiyyətini dəyişdirə bilər. Yaxşı eləmək üçün, filan eləmək üçün ola bilər. Bu ola bilər. Yəni bunu görmək olur. Amma xəttə o xətti xalət, məsələn baxın burada xətt ilə bu iki səfənin xəttinə bir baxsaq dalbadal. Bu xəttlər, baxın bu xətti, bu xətt və bu xəttlər əgər baxsaq çox fərqli görsənir. Məsələn bu xəttinlə bu xətti. Yəni bu iki xətti bir-birinin dibinə qoyanda adam biraz yəni bu xəttlə bu xəttləri bir-birinin dibinə qoyanda biraz fərqli görsənir. Qələm də dəyişilir əlbəttə. Hər halda buradan indi çıxaq ki, kitabı oxuyaq. Buradan iki şey tapdıq, bir neçə şey tapdıq. Bu kitabı yazan hər kəsdir. İki ad burada fransəlilər yazıblar. Biri Səadi Muhammed və bir də Şeyx Mustafa. Fransəlilər bu cür deyiblər, amma üçün fransəsini oxumadığım üçün, oxuya bilmədiyim üçün onu deyə bilmirəm. Kitab fransədə saxlanır, o da bir ayrı bir şeydir, bildik. Amma burada indi gedək özümüz ərəbcə, türkcə, ərəbcə əlifba ilə yazılan bölümlərin oxumağa başlayaq. Burada bir şey də yazılır, 1300 ehtimalən bu İngilisi gərək oxuyaq bunu. Oxusaq bu nə olar məsələn? Cəlibdir ki, bunu oxuyanmıram. Əgər 1300 oxumasaydım, yəni ərəbcə oxusaydım 4 oxuyardım, deyərdim 1341. Amma indi bu əgər çünki latincə yazılıbdır, 6 bunu gərək oxuyaq. 1361. İndi mən istəyirəm bu 1361 görəm ki, miladi ildir. Bunu mən Google-də çevirə bilərəm. Görüm ki, əcəba bunu çevirmək olarmı? Yəni deyək ki, miladini çevirsək, deyək ki 1361-ci ili çevirsək hansı il gələr? Əlbəttə yox, onda 762-ci ilə, qəməri ilə rastlaşır. O da çox fərq görünür kitabın özü yazılan tarixinə. Ona görə buna getməyək. Burada əvvəldə cildin içində bir ad yazılıbdır. Sahibihi Abdullah. Davud ibn Abdullah. Sahibihi ehtimalən Malikihi Davud ibn Abdullah. Bu kitabın sahibidir. Davud ibn Abdullah sahibidir. Sonra görək ki, nə deyilə həmanı yazıbdır. Sahibihi Malikihi Davud ibn Abdullah. Bu kitabı bəs o zaman kitab o qədər baha idi ki, kitab qəbalə hesab olurdu. Mən bunu dəfələrcə demişəm, məncə evin qiyməti qədər kitabın qiyməti var idi. Ya heç olmasa deyək ki, bir normal insanın, normal deyəndə yəni mütəxəssis deyək də, indi məsələn bir dənə mühəndisin, bir dənə doktorun bir illik gəliri nə qədərdir, ya 6 aylıq gəliri nə qədərdir, o zaman da kitab yazmaq belə bir şoğlu idi, hətta təbabətdən üstün idi və çox gəlir qazanırdı, həm də çox prestijli bir iş idi. Hər halda toplumda, uləma içində filan kəs kitab yazır. Yəni həm savadlı var, həm əlifba yazmaq başarır, həm də ki çoxlu kitablar oxuyub onları yazdığı üçün, oxuduğu üçün çoxlu şey olubdu. Burada yenə də görürük həman tarix, əlbəttə bu da 51 vurubdur. Türk 1351. Məncə bu kitab bu tarixdə ola bilər ki, buna da iltifat olunsun. Yəni ya çevirmələrində səhv eləyiblər, ya da ki o axirdəki kitab bəlkə bir fərq edir. Əlbəttə burada üstdə də yenə bir şey yazılıbdır ki, oxuya bilmirəm. 1900 burada bir şey yazılıbdır, sonra da bir 200 yazılıbdır. Burada 413-ü də görə bilirəm, 1413-ü də görə bilirəm. Amma
Bu tarixi türkcə, yəni bu türkün kəlməsini oxuya bilirik. Türk 1351, yenə türk 161 də 164 də bunun nömrəsidir. Yəni bu 1351 ehtimalən il yazılmış tarixidir. Çünki Məsihiyyət miladi ili burada yazıblar. Buradan belə ya da ki bu 1351 ola bilər bu kitabın alış tarixi olsun. Ki yenə də olmaz. Çünki onda gərək ki, bu ərəbcə yazıblar. Bu ərəbcə deyil. Yəni miladi il gəlir nəzərimə. Bu şey il gəlmir. Hər halda burada bir tarix vurublar ki, o tarix ilə biz yazdığımız tarixin neçə il fərqi var? Onu dedik ki, Google əlbəttə onu çevirmişdi. Bir də qeydaq bunu baxaq. 1351 1351 bunu vuranda çevirsək. Mən bunu məhərrəm eləmişəm, yəni bu ili eləmişəm. Ona görə bunu gərək çıxadan miladi yazaydım. Qəməri yazmışıq. Miladi 1351. Burada bir 751-ci ilə rast gəlir. 1351 müsavir qəməri il ilə 751-ci il. Hər halda bu da bir ədəddir, burada yazılıbdır. Bu kitabda biraz gördüyünüz kimi mən biraz çaşlaşdım. Biraz avara qaldım əslində. Gedək bu birisi tərəfinə görək. Burada da əlbəttə yazıb 1378 ya 1878 ehtimalən bu tarixdə alınıbdır. Yəni 2 burada ayın yazıbdır. Burada bir ehtimalən pulun yazıbdır, hər nəyin yazıbdır. Əlbəttə Google-ə versək bunları oxuyar bizim üçün. Çox da şey olmaz, çətin olmaz, amma mən bunu 1878 görürəm. Bu da əgər bu 1878 olursa ki, əlbəttə bunu dedim, Google-dən də kamil çıxada bilirik bu iradə oxuduğumuz yerləri. Bunu göstərir ki, bu kitab bu tarixdə alınıbdır. Bu da yenə kitabın əski olduğunu göstərir. Yəni çevirsək bunu görərik ki, indi 2025 deyirik. Bu da deyək ki, 23 il oradan 250 ilə yaxın öncə bu kitab alınıb, gedib ora. Bəllidir ki, bu kitab 494 il ən azından o zaman yazılıbdır. Burada yenə də tarix görürük, 1351 vurulubdur və burada bir şey görürük, 48, nə üçündür, nədən ötürüdür. Bu şeyi də yazıblar. Əlbəttə bunu mən həttəmən bunun əksini inşallah salaram, verirəm Google-ə, deyər Google oxusun, görək ki, bu nə deməkdir. Gələk kitabımızın özünə ki, nə dedik, burada bir ədədlər yazıldı. Haza kitabi Qavsinamə. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin və sallallahu ala seyyidina Muhammedin və alihi və sahabihi əcməin. İndi burada qələmin mən hərəkətini gördüm bir yerdə. Yəni qələm o zaman ki qələm ilə yazırıq. Məsələn indi xudnevis deyirlər İranda da. Ona qələm deyirlər. O qələm ilə yazanda qələmin ucunun bəzi yerdə rəngi azalar, bəzi yerdə çoxalar. Hətta bəzi qələmləri düz kəsməsələr pəlisəsi olar. Yəni pırpızlı olar və yazı elə bir ki, məsələn neçə yerdən diş olur. O cür olar. Burada onu bir ləhzə gördüm bu Seyyid sözü ilə Muhammed sözündə bir o vəziyyəti görə bildim. Amma görək. Muhammedin və alihi və sahabihi əcməin və selamun aləl mursalin. Haza burada bir şey yazıbdır. Həzaran dal zığla yazıbdır. Burada nuna da sakin qoyubdur. Deməliyəm ki, burada həzaran yazdığı üçün həzar sözü gedib farscaya, həzaran sözü
gəlibdir. Həzaran həzar bar şükür minnət ol əzimü cəbbarun əzəmətinə kim cihad yəni qəza etməklə Muhammedi müstəfənün ol Rəsuli müstəba olacaqdır. Muntaha müttənün yazıbdır. Müstəbanın ol nəbiyyi mühtədanın ol imami müqtədanın üzərinə fərz qıldı. İslam dini yolunda birinci səhifəni qutardıq. Burada mömin kəlməsini yazıb səhifənin sonunda ki, əgər kitabçırılsa bilinsin ki, hangi səhifə hangi sözlə başlayır, ta o səhifələr bir-birinin dibinə qoyulsun. Möminlər nəfəslərini və mallərini fədi qıldıqlarını, fədi qıldıqlarını kəndi əzəmətinə fərz qıldı. Çı burada görürük ki, lam yazıb üstünə bir həmzə kimi qoyubdu. Mən bunu ləndi oxuya bilərdim, amma ləndinin mənasını bilmədiyim üçün kəndi mənə gözəl gəldi və habelə nəzərimə gəldi bu kafı belə yazmaqla kığın özü beləsi yazılır da. Yəni əslində biz kığı beləsi yazırıq. Onu bıllığın üstünə qoyubdu bir gözəllik üçün, yəni istəyib bunu deyək. Çünki vaqəən xətti gözəldir. Kəndi əzəmətinə fərz qıldı. Şöylə kim Qur'an-ı əzim və kəlam-ı qədim içində yad qıldı. Nə dedi? Qoluhu Taala səs qoymayıbdı. Türklərin üstünə səs qoymuşdu. Bismillahdan sonraki türkcə başladı buracan bir səhifə yarım deyək. Yəni 10 sətir yazıbdı ən azı. Bu 10 sətrin 10 sətir deyil. Əvvəlki səhifədə 4, bəli, Bismillahla 10 sətr olur. Buracan hamısın hərflərin üstünə səsi qoyubdur ki, bu nə cür səs çıxacaqdır. Amma ayəyə yetişəndə ayənin səsini qoymayıbdır. Məncə bu yazar fərqli düşünür. Bu yazar mötəqiddir ki, insanlar, bu kitab oxuyanlar ərəbcəni yaxşı başarırlar. Kitab oxuyanlar o zamanda, o çağda kitabın, ərəb dilin Qur'anı özəlliklə yaxşı oxuya bilirlər. Onun üçün, və hətta əzbərləridir. Onun üçün Qur'anı yazanda ona səs qoymayıbdır. Deyib ki, bunlar bunu bilirlər. Gözü yumulu örtərlər ki, İnnəllâhə iştərâ ənfusahum minəl mu'minə və ənvaluhum biənnə ləhumul cənnə. Elə bunu mən də, məsələn, hələ bir ciddi müsəlmanda tutmasaq məni, yarım yamalıq bir müsəlmanda məni fərz eləsək, mən də elə bu ayəni görməyərək, uşaqlığımda əzbərlədiyim üçün bunu, Allah rəhmət eləsin, mənim dedəm çox yaxşı Qur'an oxurdu. Bilmirəm mənasını bilərdi ya yox, heç vaxt ondan danışmadıq, görün bu mənasını Qur'anın bilir ya yox. Amma Allah rəhmət eləsin, Qur'anı çox yaxşı və çox sürətlə oxurdu. Və özü oxuya da qulaq verərdi, görün bu qulaq. Məclislərdə məmulən kim düz oxur, kim qələt olur. Öysünə can bilərdi Qur'anın, yəni o belə oxuma, o deyərdi, yəni qələtləri düzəldərdi. Amma türk səsinə bu yazar deyibdir ki, bu kitabları oxuyanlar türkün yazısını doğru oxuya bilməz. Yəni ola bilər ərəb olsun, ola bilər erməni olsun, ola bilər yəhudi olsun, ola bilər fars olsun, ola bilər kürd olsun, ola bilər bəluç olsun, ola bilər hindili olsun, ola bilər rus olsun. Bu kitabı oxuyan birisi, hətta türk olsa, bunun sözlərin, səslərin düz çıxada bilməz, düz anlaya bilməz. Onun üçün səs qoyubdur. Bu da bunu mənə göstərir. Və bundan da insafən özümə bir qərraqlanıram. Ayəni oxuduq. Yəni, bedürüsti deyil, bedürüsti Haqqi Teala Cəllə Cəlalühü Sətun aldı, satın aldı, əldi deyil, əldi
ol müminlərdən nəfslərini kim kəndünün əzəməti yoluna qurban qıldılar və ol mümin, o yox, ol mümin, ol müminlərinin gedək o birisi səhifəyə, mallərini kim kəndünün rizasına sərf etmişlərdir yerinə bədəl o cəmaini və verdi. Ehtimalən cəmağını anlamıram bu cəmaq nə deməkdir. Çünki ğı kamilən oxunur, nöqtəsi vardı. Ucmağını. Burada uçmaq, behişt. Burada uçmaq ki, indi olubdur, uçmaq deyirik. Əlbəttə o zaman çıya, c yazırdılar. Ərəbcəyə biraz yaxın olsun. Uçmaq yəni cənnət, Allahın yanı. Allahın yanı. Yerinə, yəni ona bədəl olaraq. Dedi ki, sərf etmişlərdir yerinə, yəni ona bədəl olaraq, yerinə bədəl uçmağını verdi. Dəxi sələvati bi'əd, təşdidi yoxdur. O birisilərdə biz təşdiddə oxurduq. Sələvati bi'əd və təhiyyatı bihəd ol həbibin ruzəsinə. Ruzə burada reze ilə yazılıbdır. Yəni məqbərəsinə. Ruzəsinə olsun kim sahibü zər'i vəl məğfərəti vəl livai vəl mənbir xatəmür rüsül və hadiyi sübül oldu. Muhammed Ər-Rəsulullah əleyhissalam. Əleyhissalamı həm qırmızı yazıbdır, həm də əleyhin hərfi əvvəlin, əleyhissalamın da son hərfi kimimdir, bunları yazıbdır ki, yəni əleyhissalam. Dəxi Allahu Teala'nın xoşnuzluğu, xoşnud sözü gətirməkdir. Xoşnuzluğu. Calibdir. Bunu birinci dəfə çox gözəl yazıldığı üçün bunu rahat oxuram. Görürsünüz, yəni xoşnuzluğu ərişsin, ərmək, ərişsin, yəni yetişsin. Və dəxi Allah deyil. Allah-i Teala'nın xoşnuzluğu ərişsin alinə və əshabinə və ətbainə və əxlaminə. Əxlam nə mənədir? Bilmədim. Və ətbainə, əxlaminə və ətbainə və əxzaminə və əxzaminə. Əxzam da nədir bilmirəm. Və əhbabinə, əhbab dostlar. Əmma bəd. Əbədə bu əmmanı mən oxudum, amma bunun üstündə bəli, təşdiddir, qətiən təşdiddir. O nöqtə kimi düşübdür, 2 dana, 3 dana görürsəniz, yəni dəndanə kimidir. Əmma bədü, şöylə kim, məlum ola ki, ol dini yoluna qəza qılmağa cəhd edə və dəxi ruh rəvanlərin Haqqı Teala'nın yoluna qurban qılmağa əhd edənlərə kim bu risalənin cəm olmağının səbəbi iş bu növ ilə oldu ki, səbəb nədir? Onu istir desin. Niyə bu risaləni yazıbdır? Dedi ki, bu risalənin cəm olunmağının səbəbi iş bu növ ilə oldu ki, biz az əfi ibadi kim ani Sara Muhammed ibn Şeyx Mustafa'yı Es-Seyli. Yazar şimdi pəs, yazar.
ibadi kim? Ani Sarə. Sarə bilmirəm nədir? Muhammed İbni Əş-Şeyx Mustafa. Calibdir, bu Mustafa'nı çox gözəl yazıbdır. Yəni türkcə yazıbdır, ərəbcə yazmayıbdır. Çünki Mustafa'nın axırı y idi. Ya ilə yazılar. Biz də buna adət eləmişik. Bəli, bu əlif ilə yazılıbdır. Mustafa. Mustafa ya Əs-Seyyidi Əs-Seyli ya Seyli olacaqdı qaydən. Şeyxul Mustafa'ya Seyli. Seyli nə demək olar? Ehtimalən bu bir yer adıdır. Əfallahu enhu və ən cəmi'il müsliminə. Galim ki müsliminə aləm içində səyyyahlıq gedək o bir səfiyyə qılırkən, yəni bu ya özü ya dedəsi, ehtimalən özün deyir. Səyyyahlıq qılırkən şərqi qərbi kəşf edib şərqi qərbi kəşf edib Rəsul Həzrətinin xəbərlərin aşiqlərinin səminə ərişdirirkən seyrimiz dolanmağımız, seyr-ü səfər. Seyrimiz Rum vilayətində Osman iqlimində, iqlimi burada əyn ilə yazıb, əlif ilə yazmayıbdır. Rum vilayətində Osman iqlimində Əmir Süleyman ibni Bayezid Xan ibni Murad Xan zamanında xalladallah mülkəhu və şəyyədə ərkanəhu Anqəd şəhrinə yetişdi. Anqəd hara olur? Anqəd şəhrinə yetişdi. Kim? Tamam, bu adam dolana dünyanı, yəni özü, Məhəmməd, Şeyx Mustafa Silinin oğlu, dünyanı dolana gedibdi. İndi hara? Osman Əmir Süleyman. Burada yazaq Əmir Süleyman İbni Bayezid. Ehtimalən bu mən Yazid indi burada görürüm qətiən qələt yazmaz. Rezeyləri Dalzaya bənzər yazır. Bəs burada bunu bildik. Bayezid Xan İbni Murad Xan Murad. Calibdir ki Murad Xan yazıbdır. Murad Xan zamanında. Yəni calibdir. Əmir Süleyman İbni Bayezid Xan İbni Murad Xan. Yəni Əmir Süleyman zamanında bunu çox daha tapa bildik. Qoyun bu üçün bizə bir tarix verdi. Bu tarixi yazaq Google-də görək ki, Google bizə burada nə deyir. Mən əmirin yerinə yazsam sultan daha yaxşı olar. Çünki Google çox sultan tanır. Sultan Süleyman İbni Bayezid Xan İbni Murad Xan. Görək ki, bu hanki Sultan Süleymandan danışır. Əcəba Sultan Süleyman Qanunidən danışır, ya bir ləhzə şəkkə saldı Google məni, qoy burada baxım görüm ki, Süleymandır ya Səlimdir, Süleymandır. Burada niyə bunu gözlür bu? Google nəyə axtarır? Səlimdir, Süleyman-ı Yeküm. Süleyman-ı Yeküm ha zaman olubdur? Google hələ feylən çalışır ki, bunu tapsın ki, nə var, generate edir, amma hələ feylən
generate eləyə bilməyibdi. Qətli Bayezid xan Osmani, Sultan Süleyman ehtimalan Sultan Süleyman, Xalid ibn Səlim, Əvvəl ibn Yazid ibn Nəminə burada nə yazıbdı, bəlli deyil. Səlim yeküm. Google açarıq, baxarıq bunu Google-ə, sonra görürük ki, Google orada nə deyir. Oradan bu tarixi də çıxadarıq ki, hangi Sultan Süleyman neçə dana var? Onu da əlbəttə Google-dən soruşa bilirik da ki, neçə dana Sultan Süleyman var. Fikir edirəm 2 dana Sultan Süleyman vardı Osmanlıda. Sultan Süleyman. Gene bu getdi ora, əlbəttə. Gene getdi həman yerə. Tamam, qalsın, o sonra açar, baxarıq, bəxtimizi gedək bu tərəfdə. Xəlladallahu mülkəhu və şəyyidə ərkanəhu Əngəd şəhrinə yetişdi. Əngəd şəhri, Əngəd şəhrinə yetişdi. Kim ana am lüğətinə məruf ki, ana am lüğətinə am lüğətinə məruf məşhur ənguridə edərlər. Ənguridə. Ehtimalən orada deyir ki, ənguridə deyərlər, yəni. Ol mübarək mələkut içi məlükün. O mübarək məlükün. Mülkün, üzr istəyirəm. O, əlbəttə burada nunu kafla yazıb, ona görə biraz iştibah elədim. O mübarək mülkün içində bir dilruba nə var? Bir dilruba və dil qərib, bir ərrə və adət. Ərrə və adət. Bu ərrə nə deməkdir? Adəti bildim, ürf kimi olacaqdır. Məsələn, ürf yerinə ərrə və adət hünəri birlə cəm olurlar. Pəs burada bir hünərlə bir yerə toplayıblar. Yəni, ürfü, adət və hünərlə birləşibdir burada. Bir də qeydaq bunu buradan oxuyaq. Edərlər. Ol mübarək mülkün içində bir dilruba və dilqərib, dilqərib bir ərrə, təşdidi var reyin, ərrə və adət hünəri birlə cəm olurlar. Həzrətlərinə qərib qərəndaşə, həzrətlərinə qərib qərəndaşə uğradım. Bir qərib qərəndaşə uğradım. Kim? Pəhləvan ibn Hacibək adam ömrə vizarətə və qüvvətə. Pəhləvan ibn, kim? Pəhləvan ibn Hacibək adam ömrə və vəzarətə ömrə vüzarətü ömrəhu, beləsi deyək, ömrəhu vəzatəhu, vizarət deyil, mən bunu vizarət oxudum, qələt oxumuşam, və zatuhu, pəs beləsi oxuyaq, ömrühu və zatuhu və qüvvətuhu biləsəxcə bir neçə ülfət və söhbət etdik. Bilsəxcə bilmirəm nə olur. Biləsəxcə. Biləsəxcə. Biləsəxcə.
Ehtimalen yəni bilsək də, bilməsək də belə bir şey. Biləsəkcə, yəni bilək, bir necə ülfət və söhbət etdik. Ol əziz gərəndaşımız, biz zəif duacıydık. Yəni biz zəif ona ol əziz gərəndaşımız, biz zəif duacıydık. Qavsnamə xəbərindən nəsnə sordu. Qavsnamədən bir şey sordu. Qavsnamə xəbərindən nəsnə sordu. Məgər kim oldəm olmazdən, məgər kim oldəm olmazdən, ölüməzdən, ölüməzdən bir nüsxəyi muxtəsər illa ən. Görək bu həvasım çox Google-in yanındadır. Bu Google də bunun niyə işləmir, gətirmir. Ona qaldım mən, amma burada gedək görək ki, eləyə bilərik. ChatGPT-ni soruşaq. ChatGPT-dən soruşaq bunu. ChatGPT ondan səri deyər, hər nə olsa. Yazım ibarət Sultan Süleyman ibn Bayezid Xan ibn Murad Xan به صورت ساده یعنی سلطان سلیمان پسر بایزید خان و او پسر مراد خان بود. اما در تاریخ عثمانی چند سلیمان داریم و چند بایزید و مراد. اگر هدف شما مشخص کردن هویت تاریخی این فرد است، نکات مهم است. در تاریخ عثمانی چنین نسبتی به صورت مستقیم وجود ندارد. سلطان سلیمان قانون مشهورترین سلیمان پسر سلیم اول بود، نه پسر بایزید. سلطان بایزید اول پسر مراد اول بود، اما پسرش سلطان سلیمان چلبی امیر سلیمان بود. Aha, nə Sultan Süleyman. Pəs Əmir Süleyman yazıbdı, düz yazıbdı. Biz burada bunu əmir eləsək, əmir. Biz onu dəyişdirdik, pəs Sultan deyil, bu əmirdir. Tamam. Tamam, bunu bizdə o bizi islah elədi. Biz də onu qeydaq yazaq əmir ta bu düz gəlsin. Tamam. Tamam, yazsın görək nə deyir. این عبارت یک سلسله نسبی عثمانی است و به صورت زیر معنی ساختار دارد. امیر سلیمان ابن بایزید خان ابن مراد خان، یعنی سلیمان پسر بایزید خان پسر مراد خان. در فارسی امروزی سلیمان فرزند بایزید و او فرزند مراد بود. اگر بخواهید می توانم این عبارت را اعراب گذاری کنم، به عثمانی ترکی عثمانی بنویسم. یا برایتون توضیح بدم این شخص در تاریخ عثمانی دقیقاً چه کسی بوده. بس چه نکنی یازاق چی؟ onun yaşam tarixini yazabilir misiniz? Görək ki, bunu əcəba onun yaşam tarixini yaza bilər misiniz? Görək ki, əcəba bu türkünü belə yazanda baş tapır, nə olur, ya olmur. Getdi, latincə yazdı. Əlbəttə Əmir Süleyman Çələbi, Süleyman Çələbi haqqında qıssa və dəqiq yaşam tarixini Azərbaycan türkçəsində verə bilərəm. Birinci dəfədir bunu yazıram, o da buna cavab beləsi verdi. İndi buna bir şey də yazım, onu da indi burada bunu da öyrənim. Əcəba latincə yox, türkcə, ərəbcə, əlifba ilə yaza bilərmisiniz? Görüm nə deyir? Gətirdi, bəli. O ərəb yazdı bir yolda. Aşağısında əlbəttə türkcə yazdı. Bəstu əlbəttə yaza bilərəm aşağıda.
Türkcə Osmanlı calibdir. Mən bunu bilmirdim dostlar. Bu mənə çox köməklik eləyəcək bundan bu üzə. Türkcəni ərəb əlifbası ilə, Osmanlı xətti ilə yazdım. Mətn Əmir Süleyman Çələbinin qissəsidir. Həyat Əmir Süleyman Çələbi Osmani xətti ilə Əmir Süleyman ibn Bayezid xan ibn Murad xan Süleyman Çələbi Sultan Yıldırım Bayezid xan Həzrətlərinin oğlu Üdürü yazılmayıbdır, götürüb də latincə yazıbdır. Təqribən 1377 sənəsində dünyaya gəldi. Dostlar, çox gözəl. Əgər bu adam Süleyman Çələbi 700, bəs o düz idi. Biz orada yazdıq ki, kitab 1351-də yazılıbdır. 751 il öncə. Yəni, bağışlayın, miladi 1351-də yazılıbdır. 751 hicridə yazılıbdır. Yəni, bu axirdəki tarix görürük, ehtimalən o nüsxədir yazılıbdır. O əsli kitabdan bir nüsxədir yazılıbdır. Onu oxuyarıq, onu da baş taparıq ki, o nədir? Amma indi bu deyir ki, bu adam 780-ci ildə dünyaya gəldi. Böyükdən Rumelidə vilayət idarəsində təcrübə qazandı və babası Negizi nazarında babasının nəzərində qüdrətmənd oldu. 797 sənəsində vuku-i pazır olan Ankara müharibəsində Osmanlı leşkeri Teymur ilini məğlub oldu. Sultan Bayezid xan əsir olmuş və dövlət bin oğlanlar arasında təqsim olunmuşdur. Və dövlət beyni oğlanlar arasında bəyin oğlanlar arasında təqsim olunmuşdur. Bu halətdə fitrət dəvri başlamışdır. Süleyman Çələbi Rumeli tərəfində hakimiyyət elan edib Ədirnəyini paytaxt etdi. Uqyanus yanında qərar tapan bir dövlətə sahab olmuşdur. Bizantiyə amən və sülh siyasəti götürmüş və Balkanlarda sükunət sağlamağa çalışmışdır. Lakin, indi bunun tarixini bildik, bunu çox da oxumağa yeri yoxdur, amma oxuyaq da, indi çoxmuşuq buracan. Lakin, əqrəbası olan Musa Çələbi və Məhəmməd Çələbi ilə davam edən mübarizələr dövlətini zəif idi. Nəhayət 813-cü il, yəni 1411 miladi sənəsində Musa Çələbi Rumeliyə gəlib Ədirnəyini mühasirə etdi. Süleyman Çələbi təslim olmuş və çox keçmədən qətl olunmuşdur. Süleyman Çələbi tərəfdarları tərəfindən adil və diyarlərdə nəzm quran bir yürəq hakim kimi təzkar olunur. Vəfatından sonra dövlətdən gerit qədərdə qarmaqlıq davam edib. Məhəmməd Çələbi, Sultan Çələbi Məhəmməd tamam Osmanlı yürütün yektəhad etmişdir. İttihad olacaq, yektəhad etmişdir. Tamam. Bunu oxuduq. Bu tarix ki, burada yazılıbdır. 1351. Onun tarixinə rast gəlir. Bu Əmir Süleyman da Əmir Süleyman Çələbi adlanır. Bunu da Çələbisini yazaq burada. Çələbi ailəsindən bəs gəlir. Tamam.
kitab o zaman yazılıb. Əslində bu o adam üçün o zaman gedib ora Qosnamə xəbərində nə sordu? Məgər kim ol dəm əlimizdən bir nüsxəyi müxtəsər ilağən əlimizdə bir xülasəsi var idi. Əlimiz ol dəm, o dəm yəni burada o anda əlimizdən bir nüsxəyi müxtəsər illa ənə tən bilən lərqətində illa ənnətün bilənlər qətində ehtimalən illət olacaqdı. Bu nədir? Onu oxuya bilmirəm. İlla ənnətün ya ten bilənlər qətində mütəbər və ərdi an var idi. Yəni deyir ki, bunu bilənlər qətində yanında bir mütəbər nüsxə idi, var idi. An həzrətlərinə ərz etdim, bunu dedim. Ol məxdumi mükərrəm, ol sahibi sənaət müəzzəm, kəndü kərəmlərindən istida edərlərdir. O deyir ki, böyüklüklərindən da öz müəzzəmliklə, ol sahibi sənaəti müəzzəm, kəndü kərəmlərindən, öz kərəmindən istida edərlərdirlər hüz. Kim? Yəni cəm bağladı onu, edərlərdirlər vüz. Çox yuxarı səviyyədə adamı hörmətlə yad edir. Kim? Bu qavs naməyi ərəbi dilindən türki dilinə tərcümə qıləsən. Deyir ki, baxın, bu iki Osmanlıya deyirlər ki, türk dilinə müxalif idi, türkünə müxalif idi, türk dili rəsmi dil deyildi. Bəs qavsnamə ərəbiymiş. Amma bu insan-ı şərif, Allah rəhmət eləsin, Əmir Süleyman-ı Çələbi deyir ki, nə deyir? Deyir ki, ərəbi dil qavsnaməni qavsnamə-i ərəbi dilindən türki. Türkünü də T-Ö-R-Ki yazıbdır. Yəni, bu cür fars dilində yazılı, kimi yazılıbdır. Türki dilinə, delinədir, dildə deyil, delinə tərcümə qıləsən. Bu da qıləsəndə qiləsəndir. Qiləsən. Tamam. Bu da o adam bunu deyir. Ta ki bu sənət həvəs edənlər, ehtimalən bu qavsnamə bir hünər sahəsidir. Çünki burada deyir ki, ta bu sənət həvəs edənlər və eyş götürənlər bu risaləyi oqiyələr. İçində faydə töylər işlədikləri, içində faydə toylar. Toy, biz bilirik ki, indi məsələn bu seriallardan da öyrəşmişik. Bizdə toy, neçə cürə toy var idi da. Yəni, oğlan uşağın kəsrində toy tutardılar, sünnət toyu deyərdilər. Biri evlənəndə, ərə gedəndə toy tutardılar. Bunlara toy deyərdik. Amma toy türk tarixində iclas anlamındadır. Toplanıb bir qərar vermək anlamındadır. Elə oradan da qalıbdır. Oğlan müsəlman olmağına qərar verirlər, ər-arvadın rəsmən bir-birinə yaşamağına, bir qızla bir oğlanın bir-birinə yaşamağına qərar verirlər. Daha bu bəlli olur, toplum içində bəlli olur. Ona görə ona da toy deyirlər. Toylar işlədikləri işə həvəsləri. Əlbəttə bu toydan da bir mənzur bu ola bilər ki, cavanlar. Elə ki, nə deyim, baxın, toya baxanda o toyun özü də o cavan uşağın sünnətin kəsəndə, məsələn, müsəlman əlaməti olanda ona toy deyirlər. Ha belə cavan adamlar evlənəndə də toy deyirlər.
toylar, yəni cavanlar eşitdikləri işə, işlədikləri işə, həvəsləri və rəğbətləri rətuq ola, artıq ola, rəğbətləri artıq ola. Siz dəxi, burada daha çox bəllidir ki, burada səs, əgər bu səhifəni aparsam üstünə müqayisə eləsəz, burada çox bəllidir ki, qələm ilə, əl qələmi ilə yazılıbdır. Midadla yazılmayıb. Burada kamilən aşikar, aydınlaşır o. Artıq ola. Siz dəxi savab içində olasınız. Biz dəxi əcr-i cəzil hasil qılavuz dedi. Çox gözəl bir əmir imiş. Deyibdi ki, bu kitabı çevir Türkçəyə. Qoy insanlar, cavanlar özəlliklə bu işlər ki, işdirlər, bu işlərə sahib olsunlar, bunu rəğbət göstərsinlər. Siz savab aparın, mən də savab aparım. Mən də əcr-i cəzil hasil qılavuz dedi. Bəs bu kəminə özünü aşağı görür da, kəm şeydən, hətta kim sözündən olsa, əlbəttə bu kəminə yazıb, doğrudur. Bu kəminə, yəni özün kim sözündən gətirir. Kəm sözü kim sözündən gəlmək ya kim sözü kəm sözündən gələ bilər. Bu ikisi bir-birini doğrulduya bilər. Yəni nəzərimə gəlir ki, kəm yəni az. Kim də yəni özün aşağı göstərir. Kim aşağı tutur. Nə kərə də eyni halda. Az aşağıdır, bu da azdır. Yəni beləsi. Bu kəminələr kəminisi. Özün yap aşağı tutdu. Bu kəminələr kəminəsi. Bu kimlər kiminin aşağısı. Baxın, ona görə dedim ki, bu ikisi bir-birindən gələ bilər. Bu kəminələr kəminəsi dəxi ol sözü qəbul qıldı. Qıldım, bəli, qıldım. Bir neçə gün ictihad etdim. İctihad burada, bu iki mollalar fətva verirlər, o deyil. İctihad ərəbcədə, türkcədə cəhd-ü çalışmaq, cəhd-ü təlaş, çalışmaq anlamında. İctihad etdim, yəni bir neçə gün çalışdım, zəhmət çəkdim. Bir neçə gün ictihad etdim. Duruşdum, bilirsiniz də, yəni çalışdım, durdum, axtardım, duruşdum. Bir neçə yerə gedibdir, axtarıbdır, soruşubdur, ona görə duruşdum işlədir. Ol qazilərə ki, İslam dini yolunda duruşmuşlar əhvallərindən bir neçə bab bu risalə içinə yad qıldım. İndi burada xət biraz değişdiği üçün gözüm o şeydən çıxıbdır. Acaba bu yaddır ya yan qıldım. Ehtimalən yan olacaqdır. Yan qıldım. Pəs neynir? Deyir ki, bu kitabı axtardım. Axtarmaq üçün məcbur oldum ki, gedəm nə mənə duruşdum. Əvvəl ol qazilər ki, İslam dini yolunda duruşmuşlardı, müqavimət eləmişdilər, çalışmışlar, durmuşlar. Deyir ki, o qazi kimdir? Qazi o adamlar ki, savaşa gediblər, həm də yaralanıblar. Onlara qazi deyir. Bir getdim o qazilər ki, İslam dini yolunda duruşmuşlardır, yəni düşmənin qarşısında durublar, savaşıblar. Duruşmaq iki tərəfli bir şeydir, dostlar. Bunu yadımızda saxlayaq. Bu cür bir feillər hətmən iki tərəflidir. Məsələn, öpüşmək iki tərəflidir. Adam tək canını öpüşə bilməz. Duruşmaq iki tərəflidir. Adam tək canına duruşa bilməz. Durar, amma duruşma olmaz. Ona duruşma deməzlər. Məsələn, duruşma harda olur? Məhkəmədə ola bilər. İki nəfər qarşı-qarşıya duruşubdur. Savaşda duruşublar. Vuruşma. Bunlar iki tərəfli vuruşmaq olar. Tək canına vuruşmaq olmaz. Qaçışma, müsabiqə ola bilər məsələn. Orada neçə nəfər birdən qaçışırlar. Ona duruşmalar əhvalindən, yəni onlardan əfallərindən, əfal ərəbcə sözdür, onların işlərindən bir neçə bab bu risalə içinə yad qıldım ya da yan qıldım. Yad qıldım, yəni əlavə elədim, yad bilir ki, yəni xatır, zehnimizdə olmağa deyirik, yadımdadır.
Yad sözü ki gedibdir, yadgirifdən olubdur farsidə, həman bizim türkcəmizdə yad sözündən gəlir. Yad neçə mənadadır? Yad biri bu ki, yadımdadır, yəni xatırımdadır, hifzimdədir. Yaddaşt elədim, yəni yadıma yazdım. Yaddaşt sözü türkcədir əslində. Daşt sözü əslən, məsələn deyirsiniz yoldaş, dindaş, dildaş, qardaş, qarındaş, əlbəttə qarandaşlar burada oxumuşuq neçə dəfə. Yəni o daş sözü türkcə sözdür. Yəni nə mənaya gətirir? Yəni ki, bir şey o birisi şeylə bir yerdə birləşməyə yetişir. Ona görə burada yaddaş deyəndə, yəni yadımızdakı yazıldı, ya yadımızda qaldı. Bir şey bizim yadımızda qaldı. Bir də yad özgə anlamındadır. Özgə. O yadla nə işin var idi? Yəni özgə ilə nə işin var idi? Filan kəs yaddır bizə. Yəni bizə özgədir, tanımırıq. Famil deyil. Qohum qardaş deyil. Yad deyil, qohum qardaş deyil yəni. Beləsi, türkçədə bunu işlədirik. Və bu yenə də o yada gəlir. Bir ayrı bir şeyi biz yadımızda tuturuq. Yəni özgə bir sözü niyə yadımızda saxlaya bilirik ya saxlaya bilmirik? Çünki özgədir. Yəni biz onu adət eləməmişik. Onu istəyirik öyrəşək. Ona görə onu yadımızda tuturuq. Yad özgə bir şey. Amma onu biz yaddaş deyirik. Yəni yadımızda tuturuq, saxlırıq. Dedik qərindaş, dildaş, dostdaş, hər nə mənə desə yoldaş, hər nə mənə işlədirsiniz, dildaş, bunlar nə deməkdir? Birləşməkdir. Birləşməkdir. Gedib farsda bir izafə T izafə olubdur, yaddaşt olubdur. Bu, yenə oradan gəlir. Risalə içinə yad qıldım, yəni bunu Risaləyə əlavə elədim, yadında saxlasın. Hafizəsində saxlasın. Hafizə ərəbcədə, əslində türkcədə yad sözü işlənir indi bunun yerinə. Beləsi deyim ki, hafizə sözünə yad işlənir türkcədə. Hifz sözündən o da gəlir. Hafizə sözü də hifz sözündən gəlir. Çünki bir sözü eşikdən alırsınız, özgə sözü, özgə bir şeyi eşikdən alırsınız içəridə. Məsələn, deyək ki, bir dana bir xaricəlini görürük, bir dostu görürük, bir adamı görürük, taza tanış oluruq. Onun adın örgəşməyə çalışırıq. Yəni alırıq yaddaşımıza. Əldən gəldincə, yəni hər nə qədər başarıram, əldən gəldincə, vüs-i taqət olduğunca, vüs-i taqət hər ikisi ərəbcədir. Taqət əlbəttə ehtimalən ərəbcə olacaqdır, amma yəni zorun çatdığıca. Vüs-i taqət, taqət biz türküdə işlədərik. Yəni zorun çatması. Taqətim gəlmir, yəni də zorum çatmır. Tağ özü də əyilməyə deyər. Əgər bir şey əyilsə tağım tağ oldu, yəni əyildi, tabım tağ oldu, əyildi. Vüs-i taqət olduğunca, yəni biz zorum gəlincə, imkanım olduğu qədər. Ani ümdətül mütənasilin qodum. Onu ümdətül mütənasilin, onu ehtimalən bu mütənasilin mənasını bilmirəm. Birinci buradan deyim ki, dəqiq bilmirəm anlamı nədir. Amma burada eləyə bildik Google əleyhissalamdan, əlbəttə burada gətirdi bir şey yazdı, bunu yazdıq, amma gedək burada mütənasilin yazsaq, mütənasil yazsaq, görək tənasuldan gələcək. Tənasuldan da olanda nəsl hesabı gələcəkdir. Beləsi düşünürəm. Mütənəssil minəl məsuliyyəti təməssələ minha. Məsuliyyətdən ayrılmaq. Mütənasil minəz-zənbi təbərrə minhu. Ayrılmaq. Günahdan ayrılmaq. Tənəssələ minəz-zənbi günahdan ayrıldı. Ayrılmaq anlamındadır. Görək ki, ayrı mənası feil. İttəsələ, ittisal. Orada nə idi biz oxuduğumuz kəlmədə? Mütənasil. Bu da iç tərəflidir. Mütənasil ərəbcədə
iki tərəfli sözdür. Burada bu nədir? İğlaq eləyək. Feildə görək nə bilir? İttəsələ şey'un minəş-şey əxrəcəhu və əzaləhu anhu. İttəsələ şey'un minəş-şey, bir şeyi bir şeydən çəkib çıxartmaq, izalə eləmək. İzalə sözü ərəbcəymiş. Mən deyirdim və türkcədir. Ənsələ rəmh, rümh, ənsələn rümhü, nəz'ən nəsləhu, ənsələ sahmə. İntəsələ, burada əs-sahmu və nəhvuhu, xərəcə nəsləh. Burada dedim, nəsl məsələsinə gəlir. Hər halda gedək görək ki, burada nə var? Deyir ki, ani, yəni o topladığım, danışdığım adamlar ümdətül mütənasilin qodum. Deyir ki, onları bir-birinə ayırdım. Burada onu gələcəkdir. Ümdətül mütənasilinə qoydum, qovdum demək olar. Qoydum mənasındadır. Pəs Haqqı Teala'nın əzəmətindən dilənimiz ya diləgimiz. Burada c qoysaq diləgimiz bizimki olar. Dilənimiz də olsa yenə də həmandır. Diləgimiz, istəyimiz, dilək. Dildən gəlir. Dilimizin istəyi, ürəyimizin istəyi. Dil burada həm burada bu dil ağızdakı dildir, həm də ürəkdəki dildir. Hər ikisini tuta bilərsiniz. Çünki bizim dilimizlə arzularımızı gətiririk söz səsinə. Pəs Haqqı Teala'nın əzəmətindən diləyimiz oldu ki, belə oldu ki, avnəti və inayəti. Avn və inayət hər ikisi şeydir, ərəbcədir. Avnəti və inayəti, yəni köməyi ilə və lütfi ilə bəni yoldaş edə. Məni nə ilə yoldaş elə? Lütfi ilə və inayəti ilə. Bu nüsxi qəribün, bu nüsxi əcib, qəribün. Bu nüsxə, yəni bu adam özü nüsxə yazır. Bunu da ərəbcədən türkçəyə çevirəcək. Bu nüsxi qəribün içindəki xəbərləri, oquyənləri, oxuduqların tütənlər. Yəni, nə demək? Tutmaq nə deməkdir? Tutmaq bir şeyi tutmaqdır. Gerifdən və çəngavərdən. Mütədir ki, oxuduqları neyniyələr? Bunlar doğrudan öyrənələr. Tutmaqları bu anlamdadır. Oquyənləri, oxuduqların tütənlərin gögüllərini edən köklərini edən qıla. Əydən qıla. Ehtimalən əydən ərəbcə sözü olacaqdır. Burada əgər türkcə olsa əydən, yəni yaxçı. Amma əgər ərəbcə olsa, yəni kömək mənasında. Əyyədən məsələn. Qıla. Cəhad etməkin həvəslərin artırə. Onların cəhad etməkin həvəslərin. Həvəs ürək istəyidir. Mütəəssifanə bizdə İranda fars dilinin təsirində həvəs pis məna anlamına gəlir. O halda ki, ərəbcədə və türkcədə həvəs istək anlamındadır. Çox istəmək. Bir şeyi çox istirsən. Ona deyirlər həvəs. Həvəslərin artırə, qüvvətlərini və nüsrətlərini və fürsətlərini ziyadə qıla. Minhi. Ehtimalən bu ərəbcədir. İndi buradan başladı. Bu kəlmə hər nə idi? Qıla buradan başlayır fəsli. O kitabın özü. Əvvəl oq. İndi buradan kitab başlayır. Görək ki, biz bu günləri biraz nəzərimə gəlir ki, okey, yaxçıdır. Fəsli. Fəslin əgər lığına diqqət eləsəz, bir çox gözəl bunu bir yazı yazıbdır. Fəsli olsun, vəli gözəl bir şeydir, nəqşə də çəkibdir, yəni bir nəqqaşı çəkibdir. Əvvəl oq at, əvvəl oq at. Əvvəl ox at, oq, ox. Əvvəl oq at. Müqləğin şərəf və səvab və əcrini söyləylidim. Bu kəlmə ehtimalən, buradan bu üzə getir təxəssüsə, mən bu təxəssüsdə əlim yoxdur.
Ona görə bəzi kəlmələrin mənasını anlamasan mən şeydir, yəni bu təbiidir. Muğlaflük, muğlafün. Ehtimalən beləsi yox. Muğlafün, muğlafin. Beləsi bir şey. Fün əlbəttə. Muğlifün. Şərəf və səbab və əcrini söyləyilədüm. Burada biraz kəlməni bir cür yazıb ki, bunu söyləyəlüm. D deyil, vavdır bu. Söyləyəlim, mən deyir, bunun əcrü səvabını, ox atmağın əcrü səvabını əvvəl söyləyəlim. Ki, Haqqı Teala əzəməti birlə kəlam-ı qədim və Qur'an-ı əzim içində qazilər üçün Rəsul Həzrətinə əmr eylədi ki, nə dedi Allah Teala Qur'anda? Qazi, savaşçılar üçün. Qoluh Teala Allahın əmridir. Və ə'addu ləhum məstəta'tum min quvvəmən və min ribatil xeyli turhubunə bihi əduvullah və əduvvəkum. Təəssüflə, çox təəssüflə İran İslam Cumhuriyyətində üçün bu ayəni fikir mücahidlər işlədiblər. Fikir edirəm, yadımda deyil. Sazman-ı Mücahidin xalq mənzurumdur. Onlar işlədiblər bu ayəni, fikir edirəm. Ona görə bu ayəni Cumhur İslamda görmədim tutdular. Ki, mücahidlərin armıdır, məsələn, armının üstündə gəlir. Fikir edirəm beləsidir. Əlbəttə, axtarıb görə bildik ki, armi sazman-ı mücahidin xalq İran. İran, görək ki, burada bir yox, burada görsətmir, o cür bir şey yoxdur. Nəcür olubdur bəs bu? Mən ehtimalən iştibah edirəm bir yerdə. Amma mən o cür bir şey xatırlayıram. Yəni, bəlkə də iştibah eləmirəm, amma o ayəni onlar işlədirdilər. Bəlkə o cürdür. Bilmirəm, yadımda deyil. Hər halda burada oradan çıxaq eşiyə. Bu ayəni də görürük ki, yenə yazıbdır və buna da səs qoymayıbdır üstünə. Yenə dediyim kimi, o yazarın, Allah rəhmət eləsin, adı nə oldu? Məhəmməd ibn Şeyx Mustafa Seyli. Ya Seyli. Bu Türkçənin üstünə səsini qoyub. Yəni, Haqqı Teala edir. Haqqı Teala əydir ki, ya Məhəmməd, əydir yəni deyir. Əydir ki, iyilikdən də ehtimalən gələ bilər. İyi, gözəldir. Əydir yəni gözəl söz demək. Əydir ki, ya Məhəmməd, ol gördügüz qazilər ki, o gördügüz qazilər ki, gücünüz yetincə qüvvətdən dəxi at hünərindən ta ki ol öyrəndikləri. Burada təfsir edir əslində. Təfsir edir ayəni. Məni edir. Yəni Haqqı Teala əydir ki, ya Məhəmməd ol gördügüz qazilər ki, gücüz yetdigincə qüvvətdən dəxi at, qüvvətdən yəni zorla, qüvvətdən dəxi at hünərindən, atın özü hünərdir. At hünərindən tərcümə edir o ayəni, həm də ki, şeydir. At hünərindən ta ki ol öyrəndikləri birlə bənim düşmənlərimdən dəxi kəndi düşmənlərindən dəxi bənim düşmənlərimdən dəxi kəndi düşmənlərindən dəxi kim kafirlərdir intiqam alələr dedi. Allah bunu dedi. Uqbatübən amir cəhəni edər.
Bunu mən başda quram. Uqbət bin. Uqbat ben Amir Cəhni edər. Ben Resul Hazretinden eşittim. Aha, bunu bir Uqbət ibn Amir. Burada şeydir. Adam adıdır, Ərəb adıdır. Uqbət ibn Amir Cəhni edər, Əydər dedi. Uqbət ibn Amir Cəhni deyər, ben Resul Hazretinden eşittim ki Peygamber Əydər, yəni Peygamber, burada əlbəttə bir şey yazıb, onu oxuya bilmirəm. Mən bunu, buradakı qələm deyişi biraz oxuması çətinləşdi. Məncə Peyğəmbərdir bu. Əlbəttə Meyğəmbər oxunur. Meyğəmbər Əydür. Şayət də Meyğəmbər Əydür dedi. Haqqı Teala əzəməti birlə Qur'an içində qüvvət deyir. Ağud gibi oq atmaqdır. Əiddü gibi qüvvət deyir. Əiddü sözü ki var idi orada ayədə. Ayədə dedi ki burada dedi ki əiddu və əiddu ləhum mə'stə'tum min quvvə və min ribatil xeyl. Bu xeyl ata deyilir əgər iştibah eləməsəm, amma o əiddu sözünü deyir. İndi burada ona işarə elədi. Peyğəmbər edər haqqı Teala əzəməti birlə Qur'an içində qüvvət deyir. Əid gibi oq atmaqdır. Deyir ondan mənzər əiddən ox atmaqdır. Atmaqdır. Der. Yəni dedi Qur'anda. Ol hadisi kim Resul Hazreti bu əmr üzərimiz buyurdu. Bu əmir üzrimiz buyurdu. İş budur ki neta hadis vardı. Neta hadis vardı. Oldu Hazreti Resulü'den Uqbə ibn Amir Cəhni rivayet eder. Ne deyip? Deyip ki qale Resulullah aleyhisselam İlla ennel kuvvete firrenyi İlla ennel kuvvete firrenyi İlla ennel kuvvete firrenyi. Deyib, Həzrətdən belə bir söz var ki, 3 dəfə deyibdir ki, dalbadal. Ox atmaqda güclü olmaqdan başqa bir şey yox. Ox atmaqda güclü olmaqdan başqa bir şey yoxdur. İlla ennel quvvete firrenyi. Yəni, illa ki, güc atmaqda qüvvətli olacaqsan. Beləsi, əgər məni eləsən düz, beləsi çıxar. Zira, ərəb türkcə yazıbdır, zira, haqqı Teala buyurmuşdur. Niyə? Allah nə deyibdir? Qoluhu Teala və əiddu ləhum məstətə'tum min quvvəh. Yenə də Rəsul Həzrəti aleyhisselam 3 kərə etdi ki, əlbəttə əyiddi ki, qüvvət oq atmaqdır dedi. Qüvvət ot atmaqdır. Sadaqallahu və sadaqar Rasulullah. Yenə Rəsul Həzrəti aleyhisselam məsayihində buyurur ki, məsabih kitab adıdır ehtimalən. Resul aleyhisselam məsabihdə buyurur ki, yəni bir kitab vardı, orada Həzrət Rəsuldan belə gətiriblər, o da onu deyir. Əbi Səid Həzrət rivayət edər, Resul Həzrətindən eşitdim. Əbi Səid adında bir adam, Həzrət Əbu Səid deyir, əlbəttə
Əbi Səid Həzrəti rivayət edər Rəsul Həzrətindən eşitdim. Bir nəfər beləsi deyibdi ki, qalə aleyhisselam aleykum birrəmyi fə innə nəbiyyukum nəsrə bihi fil məvatini kulluha. Yəni, Al-Cəhan Fəxri, Ali Cəhan Fəxri buyurur ki, mən bunu an oxusaydım daha yaxşı oxuyardım, amma al yazıbdır. Yəni, Ali Cəhan Fəxri buyurur ki, ey əshabım, vacibdir üzərinizə, pəs beləsi oxuyaq. Üzərinizə, vacibdir üzərinizə ox atmaqlığı öyrənməklik ki, sizin peyğəmbəriniz dögülü yerlərdə, dögülü yəni müxtəlif, döklü yerlərdə, bunu beləsi oxusam düzdür. Döklü yerlərdə, müxtəlif yerlərdə nüsrəti aninlə buldi. Onunla, yəni oxla, ox atmaqla nüsrət qazandı. Nüsrət burada yəni zəfər, güc. Nüsrət əslində güc deməkdir. Güc qazandı. Dedi, yenə Səid ibn Zeyd Ətəvi edər. Bu da onun adıdır. Ətəvi adıdır yenə. Səid ibn Zeyd Ətəvi ya Ənəvi hətta oxuyuna bilər, bilmirəm, hangisi oxuna bilər. Edər, əydir, dedi. Rəziyallah, Xalid ibn Zeyd ilə ikimiz oq atmağa çıxdıq. Xalid ibn Zeyd ilə ikimiz oq atmağa çıxdıq. Uqbət ibn Amir bizim xəbərimizi eşitmiş, qatmədə gəldi. Qatimizə gəldi. Qatimiz yəni yanımız. Qatimizə gəldi. Belə həmrah olub. Bənlə, burada kaf yazıbdır, amma liya da bənzər, amma belə də oxuna bilər, amma bənlə daha oxuna bilər. Bənə həmrah olub, oq atmağa çıxdıq. Hər birimizi okumuzu okurduzdi zirə. İndi gəlin bura. Çox həm xətti şeydir, həm də hər birimizi ögürədirdi. Aha! Hər birimizi əksikimizi ögürədirdi. Zira ərəb içində bir uqbə oq atmağa gəldi. Ben mənzilimdən aldı. Zira pəs ərəb içində bir uqbə oq atmağa gəldi. Ben mənzilimdən aldı. Yəni bəni mənzilimdən aldı. Xalid evinə, Xalid'in hala Xalid'in nə mənə ilə o bir adresi Xalid Zeyd evinə və vardıq. Xalid Zeyd evinə vardıq, etdik, dedik. Ya Xalid, gəl, indi burada xət biraz değişir, yaxşı olur. Ya Xalid, gəl bir oq atmağa gedəlim, dedik. Xalid etdi. Siz varın, xoş. Ben dəxi ardınızdan erişəlim. Dedi. Səid ibn Zeyd əydər. Ben Uqbə ilə oq meydanına erişdik.
Bir zaman ok attık. Andan geldi Halid ibn Zeyd Akbe etti. Ya Halid Akbe etti. Yani Ukabe ona dedi. Ukabe yazıp burada. Ukabe etti. Ya Halid niye eklendin? Eklendin. Ehtimalen ya niye bebaq qaldın ya niye? Burada əklendin bilmirəm nə anlama gəlir. Əklendin dedi, Halid etdi. Halid ona cevap verdi. Bir mühüm hacetim var idi. Ani bitirdim. Dahi kela geldim dedi. Ukbe etti. Eyitti elbette. Eyitti. Dedi. Ukbe eydi. Ya halin ne kadar mühim. Ya Ukbe eydi. Ya halin. Ya Halid ne kadar mühim işin ola terk edip ok atmağa gedəsən dedi. Zira bir gün Hazreti Resul Hazretinden ok qədri üzere bir azim hadis eşitip dururdum. Ani sana söyleyeyim dedi. Halid etti. Buyur ya sahib. Resulullah dedi. Buyur ya sahib. Birinci dəfə bu sahibi burada eşidirəm. Əlbəttə gördük ki, qabaqca 2 dənə də kitabda bu sahib sözün oxumuşduq. Ben de demiştim o kitabı ihtimalen Hindliler ya Afganistan ve Hindistan'da olan Türkler yazıblar. Ama sonra gördük ki yok elə Osmanlı dövründə yazılıbdı. Amma bilmədim ki, indi bunu bilmədim ki, acaba Afganlılar bu gün Afganistan hesab olunur və o bu gün Hindistan. Onların heç birisi nə Afganistan, nə Hindistan idi. Hindistan da taza bir məmləkətdir. Afganistan da taza bir məmləkətdir. Çünki bunların hərəsinin özünün bir adı var idi. Mesela Keşmir özü bir məmləkətdir, Qəndahar bir məmləkətdir, nə bilim, məsələn, Herat bir məmləkətdir. Yəni, o zaman bir 300 il, 500 il bundan qabaq Hindistan diye bir məmləkət yoxdur. Necə ki, Misr diye bir məmləkət yoxdur. Misr bir bölgənin adıdır. İndi Misr deyirlər, çox böyük bir yerə deyirlər ki, o taza bir məmləkətdir. Öncədən yox idi. Məsələn, Qahirə özü bir məmləkətdir. Misr bir başqa məmləkətdir. İskəndəriyyə özü bir məmləkətdir. Yəni, bu cür deyil ki, yox, bunların hamısı Misr idi. Yox, Misr bu cür deyildi. Etti buyur ya sahib. Resulullah dedi ben dahi ani eşidip bir faide hasıl edim. Dedi. Ukabe etti. Ya Halid ben Hazreti Resulü'den eşittim. Eydir. Kale aleyhisselam innallâhe yedhulu bis sahmi el vahidi salasete li cenneti sani'uhu lahasanet fi san'atihi al hayru vera'a mihi ve men bullihi sadakar Resulullah ve kâle aleyhisselam dedi yani ol eşref mahlukat ve hulasi mevcudat Muhammed Mustafa aleyhi afsalüsselam ve salavat evvelki hadis eydir biragu atmaktır. Aha, bırak değil, bir ok atmaktır. Evvelki hadis eydir, bir ok atmaktır. Bir ok atmaktır. Sebebinden 3 kişi o cemaat uçmağa 3 kişi uçmağa şərsə, yəni uçmaq dedik Allahın yanına getməkdir. Deyir ki, səbəbdən 3 kişi uçmağa girsə gərəkdir. Yəni 3 kişi Allahın yanına getsə lazımdır, getməkləri lazımdır. Əvvəl düz cisbi sənətində düzcəsi sənətində hünər göstərər. Əvvəl deyir ki, öz işində doğru düzgün iş görə.
O, əcəb burada söz deyibdi. Əvvəl düzcəsi sənətində hünər göstərə. Öz sənətində, öz işində hünərin göstərə. Çıxışın göstərə, bacarığın göstərə. Ta ki atın kişi atmağından incinməyə. Ta ki atın kişi, atan kişi. O kişi ki atır oxuyor ya o işi görür, atmağından incinməyə. O işindən, o şey ki alıbdı ha, ondan deyir ki incinməyə, narahat olmaya. İkinci, atıcısı kim attığına hünər bənd ola. O şey ki atır, ona deyir ki hünərbənd ola. Yəni öz ata, öz ata. Öz ata yəni düz ata ya öz burada yəni vaqəən ata, doğru ata. Öz sözü bilir ki yəni özdə, azdır, beləsidir, yəni düz mənasındadır. Üçüncü, o gürdeci kim ustadizdən gördüğün bəxəllək etməyə. Baxıllıq etməyə, paxıllıq aman, baxıllıq etməyə. Bəs üçüncü kim? Ustaddən gördüğün bəxillik etməyə. Bəs üçüncüsü də budur ki, ustadından gördüğün, yəni aldığın, elədiğin, onu paxillik etməyə. Bildiyini öyrədə dedi. Hər nə bilir, onu öyrədə. Və dəxi ikinci hədis oldur kim attığın oğu və dahi davamı vardı bunun. Buradan gedək 74-cü səhifədə, əgər yadımdan çıxmasa 73-cü, 74-cü səhifədə gedək o ikinci kitabçı başlayırdı, onu görək bu nədir. Burada görürsünüz ki, xət çox gözəldir bu qismətdə. O qismətdə biraz xət değişdi. Oradan dedik ki, qələmdir, midad deyil. O iştibahımızı da, o səhvimizi də düzəltdik. Ola dəxi kendi yayın ayağının baş parmağını gətirə sol ayağının baş parmağı üzərində qoya. Dəxi bu yönünü biləni övgənə əgərən adı ilə türə. Dəxi no ilə vird oğuya. No ilə dəxi no ilə vird oğuya və yer dibüdür. Və yerdi budur. Və virdi budur. Və oğuya vird budur. Vird budur. Nədir? Pəs bu duadır. Ayrı kitab deyil. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Həzaran həmdü sina bər bir xaliq aləmi rəvan afərیننده bəni Adəm را hadi nə olacaqdı? Adəm rəvadır və dahi. Bəni Adəm rəvadır və dehayi bi haddi çun dehayi bi hadd bər ərvahi enbiyayi haqq əvvəl Adəm səfi və səfi را و نوح نجی را و ابراهیم خلیل را و اسماعیل ذبیح را و اسحاق فصیح و موسی کلیم الله را و داوود خلیفة الله را و عیسی روح الله را و محمد رسول الله صلی الله علیه و سلم را و همتی بی هزار خلفا و همتی
بی هزار خلفاء سید المرسلین اول ابوبکر صدیق را و عمر ابن خطاب را و عثمان ابن عفان را و علی مرتضی را و حسن علی و حسین ولی را و حمزه ابن عبدالمطلب جد الخلفاء را و سایر اصحاب اکرام و بری اوتاد و اقطاب را و اولیاء ماضی و سروان باقی و صلوات الله علی اولین و آخرین و الحمدلله رب العالمین دیه دخی çöre Turan ustad. Çöre ne olacaktı? Çevre Turan duran burada. Çevre duran, etrafta duran ustadlara ikram andan 3 kez peygamber ruhine salavat götüre. Bir kez şehidler canine tekbir ede. Dahi anla şehadet bermağin sağ eliyle dikirik sağ eliyle deya girek sağ eliyle deya girek ihtimalen bunu deyir. Bundan sağ eliyle deyerek təməğində damağında qoya zikr qoya zəhgər gələ baş barmağına zəhkər bilmirəm mən zəhkər gələ baş barmağına girə ondan ya yük sağ yanına türə yürüyə sol əlini sona sağ elin oğa sona dönə. Mən bilmədim bunlar. Çün bu şeydir da, bilmirəm indi bir şey duanı nəcr eləyəcək onu. Çün törənlərdən dəstur. Ehtimalən bu əvvəldəkində çün olacaqdı. Mən bunu neçə yerdə şey oxudum. Gördüm bu çün olacaqdı. Diyə dəxi çün türən ustadlar. Burada mən çevrə oxudum. Çəvrə. Amma burada ehtimalən çəvrədir, çün deyil. Çünki mən bunu çavuna oxuya bilmədim. Çavuna. Amma çün oxunar, yəni çavun. Gəldik onlardan dəstur dilə dəxi oğla ya yük birdən gətirə sağ əlilə oq çürə oxu nəcür eləyəcəklər bunu mən bilmirəm. Yəni indi bu baş barmağı ilə tutacaq, bundan tutacaqdı, nəcür keçəcəkdə bunları öyrədir. Mən bunları bilmədiyim üçün oxuya da bilmədim. Yəni bu barmağın nəcür tutacaqdı, bu baş barmağın, bu sağ barmağı ilə nəcür eləyəcək, sola nəcür eləyəcək, sağa nəcür eləyəcək, onu deyir. Yəni bu sağ əli ilə sol əlin oxu və o yayı tutanda nəcür tutacaqdı, nə eləyəcəkdi, onu öyrədir. Ona görə mən də bunları bilmədiyim üçün oxuya bilmədim. Və yaxşı da deyil, çünki işi xarab eləməkdən sonra bir başqa bir şeyə dəyməz. Ox tutmağı öyrədir, silah öyrətməyi öyrədir əslində. Gedək görək bunun axirindən bir-iki səhifəni oxuyaq. Burada qutarır. 2 səhifə oxuyaq, görək ki, nə deyir. Yüyə və deyə ki, Allahümmə ədhini rayihətəl cənnəti və əntə ənni razin və yüzün yüyə və diyə üzün yuva və diyə Allahümmə bəyyiz vəçhi benurikə yevmə təbəyyezu vücuhəl ovliyaikə və sağ qolun yüyə və diyə. Aha, bu ehtimalən
namazı qılmağı deyir. Qoyun gedək buradan qabaqdan. Aha, kitab burada qurtarıb. Bunu şey eləyək. Əvvəl bunu oxuyaq, çünki buradan o üzərində niyə baxmamışıq bilmirəm. 2 səhifə buradan oxuyaq, görək bu nə yazır, deyib buradan gedək. Ol işi, ol sahib hünərlərin sirrin faş eyləyə dedik. Zira lazımdır hər bir kişi kim bir mürşidə hizmət edə, ondan ögrənə. Resul Hazreti Aleyhisselam buyururlar la el-mezulli ma araftu Rabbi, yani Hazreti Muhammed Mustafa eydur dedi. Eğer bana tertip edici olmasaydı Tengri'yi bilmeyeydim dedi. Cün Allah-u Teala'nın Habibi diyecek, pes ümmete lazım ola kim ustad söz etse ürmiyeler vurmuyeler. Baki her mümin ki bu risalenin içine nazar ile zinhar aksu günden ötürü tercüme edip ta'ni vurmasın. Kim bir azizün fermanıyla ta'lif olundu. Tamam, bu kitabı burada təmmət be'unullahil məlikil tarixi özü yazıbdır. 953-cü il yazıb bunu, amma təhrirən fi əvaxiri bu il yazıbdır. Amma indi məsələ budur ki, bu təhrir sözü əcəba nüsxə anlamına gəlir, yoxsa şey anlamına gəlir, onu bilmədim. Yəni, burada bir ciddi bir məsələ var, çünki tarix tutmur. Ya gərək deyək ki, bu tarixdə 953-cü ildə yazıbsa, çünki bu Əmir Süleymanla danışıbdır. Onun danışdığı və onun ricası üzərə bu kitabı tərcümə edir və ona əlavə edir. Adı da Qovsnamə, yəni nə demək? O kaman. Kaman farsça deyirlər, bizdə yay. Yay ki vardı, bir də ox. Bunun haqqında bir kitab yazıbdır. Yəni, savaş silahı haqqında bir kitabı tərcümə edib və əlavə edibdir. Tamam, bu onu, yəni gedibdir bir neçə qazi ilə danışıbdır, dediği kimi, onların sözlərində bu kitabda gətiribdir. Çünki adam özü də mənə tay bilmirmiş ki, məsələn, oxu nəcür tutarlar, yayı nəcür tutarlar, oxu nəcür yayın içindən çəkərlər, bu yay nəcür olar, nə təhər olar, bunları bilmirmiş. Onun üçün bunları gedibdir, öyrənibdir, danışıbdır, onlardan öyrənib, ondan sonra gəlibdir, bu kitabı yazıbdır. Yəni, əslində bir dənə elmi bir iş görübdür. Özü də onu deyir ki, duruşdum. Yəni, getdim, neçə adamları gördüm, onlarla danışdım, onlar öyrətdilər, mən də onun üzü ilə bu kitabı yazdım. İndi, bu, əgər o şahın zamanında olsa, o şah daha zaman olubdur, onu mən burada yazmamışam, calibdir, çox böyük bir səhv ilə üzbəyiz olmuşuq. Türkü Osmanlıca yazsa, dedi ki, nə zaman olubdur? Əmir Süleyman bin İbni Bayezid Xan İbni Murad Xan yaşam tarixi. Adı Süleyman-ı Çələbi. Atası Sultan Bayezid. Yıldırım Bayezid əlbəttə. Adı Yıldırımdır. O qədər bu adam savaşlarda sürətlə hərəkət edilmiş ki, adına Yıldırım Bayezid deyiblər. Babası Sultan Murad. Xudavəndigar adında məşhur olubdur. Bu adam çox mömin imiş hətmən. Doğumu 1377-də miladi ildə. Ölümü 1411 Ədirnədə. Bunu oxuduq. Yəni bu adam bu illər arası bunu görübdür.
Bunu da burada çevirdik da, dedik ki çevirdik amma yazmamışıq onu. Deyək ki, bu adam məsələn təxminən doğum tarixi bu tarixdir, ölüm tarixi budur. Deyək ölüm tarixi zamanını qoyaq. Deyək 10 il qoyaq. Məsələn deyək ki 1400-ü Məsihidə olubdu. Bunu necə biz gərək gedək burada Google-ə. Google-dən bunu Tazaşdan miladini Məsihə çevirsən 1400 deyək. 1400-i Məsihini desək, onlar 802 məsələn. Yəni bu adam kitab yazsa məsələn, deyək ki 802 Hicridə bu kitabı yazıbdır. Tamam. İndi burada bir dənə 900 neçə vardı? 900 hardaydı o tarix? Kitabı 953. Bir də burada özü yazıbdı ki 953-də bu kitabı yazıbdı. Burada bir ən azından 151 il arası var. Bəllidir ki bu kitabı bir nəfər onun üzündən yazıbdı. Bu bunu göstərir. Yəni biz burada iki tarixə gəldik, rastlaşdıq. Bu tarix ki burada var, bu oldu. Amma görək bundan sonra yenə bir yazılar var imiş. Abdəst almaq tərtibi bəyan edər. Burada da namaz qılmağı öyrədir. Ki nə cür dəstəmaz alın, namaz qılın. Yəni salat, namaz sözüdür. Zərtüştülərin sözüdür. Amma əvvəla qibliyə qarşı ötən və diyə ki əvvələn ötən ötür əvvəl üzün qıbliyə tərəf çevirə, əvvəla qıbliyə qarşı otura və deyə ki, əvvəl qıbliyə tərəf otura və deyə ki, Bismillahirrahmanirrahim, əuzu bikə min həməzatü şeytan və əuzu bikə rabbil ən yəhzurun. Və 3 kərə əlin yüyə. 3 dəfə əlin namazı. İndi istəyirik mən namazı öyrəşəm də. Görək ki, namazı nədir? Pəs buna tərəf oxuyacaq, deyəcək Bismillahirrahmanirrahim. Əuzu bikə min həməzatü şeyatin və əuzu bikə rabbi ən yəhzurun. 3 kərə əlin yüyə. 3 dəfə əlimizi su götdük, yuduq və deyə Allahümmə inni əsəlükə əl-yəmin vəl-bərəkəti və əuzu bikə minəşşumi vəl-məhləkəti. 3 dəfə də bunu deyə. Və ağzın güyə. Ağzın su doldura və yüyə. Allah dişin zadın beləsə indi barmağı ilə ya fırça ilə. Və deyə ki, Allahümmə a'inni alə zikrikə və şükrikə və təlavəti kitabik. 3 dəfə də ehtimalən bunu deyəcək, ya bir dəfə deyəcəkdir. Və burnun güyə. Sonra suyu çəkirlər, sünnilər burnuna, burnun yuvurlar. Calibdir, bizdə bunlar yoxdur. Biz elə yalandan da namaz qılırıq. Yəni şiələr vaqəən kəsafətkarlıq edirlər. İndi baxın, bunlarla bizimkinin fərqinə. Allahümmə ərihni rayihətəl cənnəti və əntə qəni ənni razin. Və yüzün yüyə və diyə. Üzün yuvahala. Və yüzüyün yüyə və diyə. Yüzün yüyə və diyə ki, Allahümmə bəyyiz vəçhi benurikə yevmə təbəyyəzu vücuhəl əvliyaikə. Və sağ qolun yüyə. Ondan sonra sağ qolun yüyür. Yüyə və diyə Allahümmə a'tini kitabi biyəmini və hasibni hisabən yəsira. Ondan sonra və sol qolun yüyə və deyə ki, Allahümmə inni əuzu bikə ən yu'tini kitabi bi şəmali əv min vərai zəhri. Və başına məs eyləyə. Başın əlbəttə deyir, alnın yox. Başına məs eyləyə edə və ondan sonra 2 qulağına məs eyləyə. Qulaqlarının dalısın, qabağın. Baxın. İçin, qulaqlar çox gözəl, bizdə bunlar yoxdur və deyə ki, Allahümmə cəlni minləl-ləzinə yəstəmi'unə əl-qawlikə fəyəttəbəunə əhsənə və 2 əli ilə
boynuna məs edə, boynun da sürlə. Torpaq gəlib gedib bunlara işləyibdi da, tərləyibdi. Və deyə ki, Allahümmə fükku rəqəbəti minən nari və əuzu bikə min səlasili vəl əqlali. Və ayağın güyə, indi ayaqlarını da biz fəqət gedirik, tərli ayaq, iyli ayağa əlimizi də ki, yumuşuq çəkirik buradan buna, bundan da buna, sonra da səqqəlimizə, filanımıza çəkəcəyiz. Yox, daha dünya dəydi bir-birinə. Və ayağın güyə və deyə ki, Allahümmə səbbət qədəmi alə sirati yevmin tənəzzəlul əqdamil münafiqin. Abdəstidən fariq olduqdan sonra, indi ayaqlarını da yudu, sonra bunu oxuya, bunu deyə. Əşhədü ən la ilahə illallah və əşhədü ennə Muhammedən abduhu və rasuluhu. Allahümmə cəalni minət təvvabinə və cəalni minəl mutahhirinə və cəalni min ibadikəs salihin və onullah Teala. Burada kitab qutardı zahirən. Bu da axirdə namaza hazır olmağı şey eləmişdi. Kitab çox gözəl yazıbdır, çox qəşəng yazılıb. Mən də yaxşı oxudum, amma təxəssüsü kitabdır. Yəni, ox düzəltmək ehtimalən, ox atmaq elmin örcədir və bunu mən bilmədiyim üçün kitabın o bölümünü oxuya bilmədim. Amma kitab çox gözəl yazılıb, çox sadə yazılıbdır, çox qısa yazılıbdır və ən azı deyək ki, bu kitab əgər 800 il bundan öncə yazılsa, yəni 800 hicridə yazılsa, indi də 1400'dür. Bunu da burada hesablayaq. Deyək ki, kitab deyək ki 802 hicridə yazılsa, bundan çıxsaq 1447-ci ildən onu çıxsaq 645 il öncə bu kitabı yazmış olar. Tamam, bu kitabı yazmış olar. Və iki tarixi ilə üzləşdik. Məncə bu sonuncu tarix fərqlidir. Allaha min mərtəbə şükür olsun ki, bu günləri mənə ömür verdi və məni bu kitabla rastlaşdı. Çox gözəl yazılmış, əl yazı ilə tanışdırdı və ha belə mənə bu imkanı verdi ki, internetdə axtaram görəm ki, bu Sultan Süleyman deyilmiş, Əmir Süleymanmış və Əmir Süleyman da hər halda Ədirnədə bir miqdar bir neçə il hökm sürübdü və orada da elmi yaratmaq və kitab yazdırmaqla da məşğul olubdu savaşlarının yanınca. Və Allah rəhmət eləsin, özlərindən bu yazar və o əl-ələ veriblər, özlərinə bir yazı, bir kitab, bir uyğarlıq bizə yadigar qoyublar. Heç olmasa türk dilinin öyrənməyində bu kitabın bizə təsiri var. Mümkündür bu günləri oxu öyrənməyək. Amma o oxu öyrənmək, yəni silaha sarılmaq, silah silah düzəltmək və silahı işlətməyə müsəllət olmaq. Bu bizə bunu öyrədir. Yəni o günün silahı ox isə, ən güclü silahı ox isə, o günün bu günləri silahın ən güclüsü atom isə, ya muşəksə, qaradan qaraya. Qarra ki deyirlər, zahirən bu türkcə sözdür, qarra olub təşdid ediblər, şayət də ərəbcə sözdür. Farsçada qara deyək, yəni quru yer. Və bu farsçada qarrə deyərək işlənir. Hər halda qarrədən qarriyə, yəni qurudan suyu geçir, bir ayrı quruya keçən muşəklər, silahlar, atom ya göylərdə olan şeylər, bunları da bizə öyrədir. Yəni bu deyil ki, deyək ki, yox, bizə deyir ki, qeydin, siz oxla savaşın. Yox, onu demir. Amma hər zaman öz silahın deyir ki, məsələn burada deyir ki, gəl o silahın kitabını yaz ki, burada bizim adamlarımız öyrənsin. Ki, həm dünyada savab sən aparasan, həm də mən əcri cəzil aparam. Hər halda çox gözəl bir kitabla tanış oldum. Allaha min mərtəbə şükür olsun, türk dünyasının yaratdığı uyğarlıqdan və o uyğarlıqda yazdığı dil uyğarlığından yazı uyğarlığı ilə tanış olduq. Sağ olun, sağ qalın.
Mən ki sevinirəm, inşallah siz də bu dadı